Sən nə fit çalırsan? Meşədə deyilsən, ayıbdır. Nə fışdırqlıysan? Mən fışdırıqa çıxan kişilərdən deyiləm, ha. Fışqırma, fit çalmıram, qapımızın zəngi belədir. Keçərim. Ya mən bu evdən çıxıb gedəcəm, bu arvad oxuyacaq. Ya mən bu evdə qalacam, bu arvad oxumayacaq. Bir tane. Bunu eşidəcəklər, sakit danış da. Mən də onu istərim, de qoy, eşitsin, bilsin. Rüsvay olmuş. Mən kişi xeylarıyam, fikir vermirəm. Sən nə? Kəs səsimi! Şuna bax. Elə belə eləyirsən deyən heç kim məni saymır da. Niyə işə gecikirsiniz? Niyə hər gün boyun təkrar olmalıdır? Siz də tam dilini başa düşmürsünüz? Bu ne belli ha? Mən sizə axıl izləmədim. Ərəblər bu yerdə yaxşı deyib. Vəl-əhli vələ rım-çıqı-tıqı-tam-tum. Bunu oynamaq yeri deyil, qardaş. Gülmək bu qədər. Ruslar bu yerdə yaxşı deyil. Bu bıraktı simulatçısı da. Üzr istəyirəm, ağzımdan çıxdı. Cəhənnəm ol, nə bayra? Bu da belə. Papa rəhmətli sağ olsaydı, mamanı tikə-tikə doğramışdı. Yaxşı görəysən Allah. Nəsə eləmişdi də. Heç olsa 2 gün küsür qala bilərdilər də. Mən qorxmuram ondan ki, onun əlində ölərəm. Qoy o qorxsun ki, mən onun əlində ölərəm. İsal, o gəlsin, ağzıma gələni deyəcəm. Salacam konser müəllimin otağına, şkafın içinə. Gör nə edəcəm onu. Ay, lobby. Yo, I love you. My sister. Alo. Vüsal, sən məndən nə itirdin? Mənə başa sal. Hı? Yo, dalaşmazsan gəl dalaşaq da. İndi sən əlinə güc zət belə toplayırsan, 2 dənə daş qaldırın, güccül olsan, eləmi? Gəlməzsən gəl dalaşaq da, gəl bir yerdə dalaşaq, qaba-qaba dalaşaq da. Gəl dalaşaq, nə durursan, gözlürəm sən. Həsir gedir, gəl dur. Bu istedad bizdə nəsillikcədir. İncəsənət bizim qanımızdadır. Hələ mənim ulu babam Xan sarayında klon işləyib. Rəhmətli atam Əliyağa Vahidin yanında çırpma çalan olub. Senin konserlerini yapacağım. Öyle mi? Antalya'da, Bursa'da, Bodrum'da, Kuşadası'nda. Aklıma da gelmezdi ki Bəbir Bey efendi böyle maşennik olan bizi konser yapma adına Allah apar kendi memleketine. Restoranda garson işlet. Olur mu ya böyle şey? Olamaz. Bu kadın var burada yaşamak. Bir dakika atam, bir dakika sen şeyle tutar ki rahatlan. Hamınız sumu fürkütmeyin. Buyur kes, kes. Kes, kes. Evet. Sabahın xeyir. Sabahın xeyir. Vəfanı? Getdi qonşu ilə dalaşmağa. Yaxşı, bəs niyə qoyurdun? Qismət, yaxşı yadıma düşdü. Mənim borcumu qaytar da, qardaş. Belə şey görməz səndən niyə? Şey elmişim elə. Borcumu qaytar. Nə borc? Nə borc? Belə oldu, şey yaddan çıxdı. Yadındadır. Qaynatamızın dənizdə batma xəbəri gələndə taksiyə minib getdik. Hə. Gedəndə taksinin pulunu kim verdi Qismət? Sən? Bəli, mən 5 manat verdim. Sən nə dedin? Dedin, qaydanda da 5 manat mən verəcəm taksiyə. Hə. Qaydanda da təcili yardım maşından qayıtdıq. Hə. 5 manatın qaldı cibində. Qaldı. İndi gedəndə mən verdim 5 manatın 2 manat 50 qəpiyini ver. Qardaş kimi sər-sər mehriban yeməyimizi yedik. Bura bax. Hə? Bəs o boyda yəs mərasiminin xarcını kim ödədi? Sən. İndi 5 manatın söhbətini eləyirsən? Bir dəqiqə dur.
Diqqətin qulaq as. O yas mərasimində xərci kimə görə çəkmişdin? Qaynatama görə. Mən taksilə gedəndə qaynatam apardım, sən aparırdım. 2 manat 50 qəpiyini ver. Pozalaşmıyor, belə şey. 2 manat 50 qəpiyi ver. Qorxmayın, qorxmayın. Qapın zəngini dəyişmişəm. Təzə zəngdir. Qulağınızı öyrəşdir. Salam aleyküm. Salam aleyküm. Mən şirkətdən gəlmişəm. Buyurun müəllim, nə lazımdır qadına? Sizə səviyyəli klon lazım deyil. Oğlum maraqlı. Yox, klonumuz var, qurban olun. Səviyyəsiz də amma bax, yallah. Vaxt almayaq, tələsirik, işimiz gücümüz var. Hər şey qismət. Elə kakraz adı qısmət idi. Çapraz. Yavaş sen şu an gidip falan durma. Sesini de yoku yerine salıp. Ya Allah ya. Hoş geldin. Gel. Amma öz aramızda gülməli olsaydı. İnanırım ben sana ya Allah. Gülməli olsaydı. Sağ sanat uğurları. Ne bakayım? Kısmet elim yaman kaçtın. Bir mat ver sürtüm ben de qət görüşdü. Ala sürt. Ver belə şeyin düşərmək. Şeydi. Sen bugün... 1 manatımı qaytar. Ne bir matı? İncə vermədin mi? Yaxşı sen bir mat mı söhbət edəcəksən? Azı bir çay ver. Eləyəcəm. Qaytar. Bir matı? Hə. Ola, saatı qaytar. Saatı qaytar. Dəqiq. Ha saatı qaytar. Ala. Bana ver ya, sen bir de bu saat tapdın. Senin canın. Taxtın mı süt? Bəli, cüt ağacam. Mənim deyim, özüm bilərəm. Ay. İndi paltarımı qaytar. Nə paltarı? Əynindəki paltar. Paltarı qaytar. Burada yox. Ya bre. Paltarına bak. Ha buna bak, ha bunun bana dediğine bak. Ver görüm, ver Senin görüm. paltarına qalmışam. Hala sen sarışqa. Hə, ver. Ha. Olsun. Hala senin şalvarın, ay qaqaş. May işlə lazım deyil. Baxım görüm cırı verəməyibsən ki. Hala çorabını götür. Aha, dur çorabım. Ha bu. Hala Asablaşdı. senin maykan. Ha. Bu da senin zibilin. Bu lazım deyil. Qoy qalsın sənə. Ha. Elə verdin paltarsız qalacağım, ay dost. Ha? Mənim hamam xalatımı da qaytar. Aman xalam. Bir de qayıtmaz. Ha. Tez elə. Hala qaqaş. Hala get. Get daha get. Aparım qoyum yerinə. Tali. Bu nədir? Bu nədir? Bu nə geyimdir? Nə desəm inanmayacaq. Amma sən mənə etibarla. Mən təmizəm. Tut. Başım. Təzə stildir. Hasbi, hoşsa, honisimin, hatini, hoşbi, hoşsa, hoşsa, hacina. Hincusuna. Mən dahi şairinin tələbəsi olmuşam. Agiz dur Masya, bırak karate mektebi dur geç yerine. Bu ne halatda ki? Ayıp diye işe gelirsen neyse. İşdən çıxandan sonra plaja edəcəm də qadam. Plaja plavki ile gedirlər. Nə deyirsən, indi mən şəhərdə plavki ilə gəzim bütün günü. Hansvar müəllim, səndən bir şey sorsun. Buyur. Bu yol polisi sürücüyə şillə vura bilər. Yox ay Tali, eləcə pravanı soruşa bilər, bir də cərimə yaza bilər. Birinci səbəd görürəm, yol polisi adama şillə vurur. Bu gün mənimki gətirmir. Başa düşmədim qismət. Sən niyə işə gecikirsən Talih yox? Xansı var müəllim, ona nə var Əyninə bir dənə xalat giyinir. Amma mən əməlli başlı paltar giyinirəm. Adam arasına çıxıram axı. Özünüz bilirsiniz ki, bugün xaricdən bacım oğlu gəlir. Bacım oğlu deyil,
elə bir insandır ki, həyatımızı dəyişə bilər. Ola bilər ki, qəzeti bağladıq, qəşəng bir jurnal açdıq. Bəlkə elə jurnal da yox, elə bir dənə samballı televiziya kanalı açdıq. Pul barədə problem yoxdur. Allah. Qismət, o sənə bir iş tapşırmışdım, o iş nə oldu? Hazırdır. Dur başla görüm. Hoş gəlmisən, bacıoğlu, elimizə, obamıza, vaxtında sən çatmısan bizim dərdimizə, əlacımıza. Yaxşı, otur yerinə. Talih, eşidirəm. Bilirsiniz Xansvar müəllim. Akşam evimizə qonaq gəlmişdi. O da evdə şıxlar keçdi. Papam da içmişdi. Quşkamı yazmırdı, mən şey eləyəm. Utan, utan. Otur yerinə. Məsmə, hazırsan? Məsmə. Ay Məsmə. Masa. Hazırsan? Yaxşı, otur. Həlləm qəlləm, yox. Hətələm pətələm. Yoxsa da... Hayl mayıl. Hayır mayıl. Hazırsınız? Durun görün. Başlayın. Пою на месяце апреле, в старом парке тает снег, и веселые качели начинают свой разбег. Aman da başa. Ay Allah, öldüm ay Allah. Ay qız, nə olar biriniz o Nazim həkimə zəng edin, mən ölürəm burada, zarafat eləmirəm. Oldu, sonra danışırıq. Of, tez elə ölürəm. Ay Allah. Ah, elə bir başımın içinə bıçaq soxublar, bax, elə ağrıyır sancılan. Yığıram da, yığıram. Tez elə də. Görə, çağırır. Ha, ver. Alo, salamla, hanı? Çağırır da bir gözdə. Aa, salam həkim, sağ olsun, nə tərsiniz? Nə var, nə yox, nə inirsiniz? Gör istədin, mən yatmışam. Axşam, sonra Zimbabwe'də zəlzələ olub deyirlər. Yo, elə belə zəng elədim. Uşaqlara salam deyin. Sağ olun. Oh, həkimlə də danışdım, bir xeyir olmadı. Nə olar, qurban olaram. Mənim problem var, onu həll elə də. Nə olar, evə gedəmirəm, problemlərlə. Heç kimdən belə şiddiyi görməyim. Bu birincisi. İkincisi, kimisə görəm ki, o adama yaxın durub, nəsə deyir. 100 manat ver də mənə, nə olar? Ya 200 manat ver də mənə, nə olar? O adam özü səviyyəli, ağır təbiətli bir biznesmendir. Çox gözəl bilir ki, kimə 100, kimə 200 vermək lazımdır. Teyze sen gözü istəyirəm. Alo, hələ tərsən ay qardaş. Əbə hardasan, gəl çıx da ay qardaşım. Gəl axşam pulu verim də sən. Ay yox ey qadam, mən pul gecikdirməyi xoşlayan adam deyiləm. Ömrü boyu mən borc gecikdirməyi. Gözləyirəm sən axşam. Deyə Allah, gəl. Talih, Hacı. qalx ha. Ala bu pulu.
qaç bir dənə qəşəng səviyyəli şalvar, bir dənə də qəşəng səviyyəli köynək al. Allah balanı saxlasın. Bacıoğlunun qabağına çıxıb. Nə dedin? Allah balanı sağlasın. Hə, Allah balanı saxlasın. Deyirəm bu vitdə çıxan mənəm bacıoğlunun qabağına. Mənə bir şalvar köynək al. Getmirsən, getmə. Ay qardaş, dedim axşam gəl götür də. Bax o. Salam aleyküm. Aleyküm salam. Buyurun. Ha, bu klondur da. Klondur? Gəl bura görüm hə. Onsuz da bacıoğlunu şənləndirmək lazımdır. Gəl bura görüm nə bazarsan. Gəl göstər görüm. Demiştim maraqlı olacaq. Gördün? Məşhur, dünya şöhrətli klon çox gözəl buyurmuşdu. Tərcümə eləyirəm. Davay, patlara. Buna bax, klon olmasın. Davay, davay. Diplomatını da davay, götür, davay. Çıxdın. Axşam yaman maraqlı yuxu görmüşəm. Nətər həyəcanlanmışdım, istəyirdim qışqıram. Nə görmüsən? Atanı. Gördüm belə atan oturub mənlə üzbəüz, saçların lay-lay töküb belə. Papanın saçları uzun deyil idi axı, nə lay-lay tökür. Doğrudan. Belə qısa saçları. Görəsən bəs o hansı kişi idi? Oturmuşdu mənə səhərə qədər üzbəüz söhbət eləyirdi. Arxaladı. Talih, sənə bir söz soruşum, amma əsəbləşmədən. Ver. Xalat necədir? Ona saldı ver. Sen ağzındaki danışığına fikir ver. Ben sen fikirleşen kişilerden değilim. Danışığına bak. He. Valla zarafat eləmirdim, anam üçün almaq istəyirdim. Verdiğin suala bak bunu. Psikalat değil. Biraz yanlar sıkır. İstiyorsan kardeşimin şalvarını getir, kalat verim sana. Yerim məlum. Yatmışam, yuxuda görürəm ki, bacım sacın üstündə fəsəli pişirir, arasına pendiri qoyuram, isti-isti yeyirəm. Bəh, 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 yeri var idi. Mən axtaran olmayıb, borc yələrindən, bacıoğludan. Yox, heç kim axtarmıyım. Gedim onda nəysə, yatım dincəlim. Dişdiyim. Transfer müəllim, abed eləyəcəksiniz? Demirəm mi bacım fəsəli pişirib bayaqdan yemişəm. Bəs çay içəcəksiniz? Yatıram, elə orada da içəcəm. Az xəbərim var. Alt qonşunun evinə giriblər, torbanı keçirdiblər təpəsinə, ipin çəkib, dolayıblar boğazına, boğub öldürüblər, evdə də nə qədər qızıl, brilyant, qaş, hamısını götürüb qaçıblar. Sən Allah. De valla. Sizlə də qeybət eləmək olmur, o dedi, sən Allah, valla, zəhər. Ürəyim düşdü. Oy, sən Allah talib başla, əlimdən çıxdı. Allah başlasın, onsuz da bugün mən yatırmır. Harda qaldı bu bacıoğlu? Gəlib çıxsaydı, borclarımı qaytarardım. Mən də bilərdim də işimin adını da. Gələr inşallah, narahat olma. Dayı. Nə dayı, çıx cəhənnəm ol bayra.
Xırda pulum da yoxdur. Bir dilənçi məskiyimdir burada. Ay dayı. Nə da bala, nə istəyirsən məndən? Hansı var dayı? Mənəm həsrət. Kimdir? Bacıoğlu həsrət. İşini gör. Geç oraya. İşini gör demirəm. Salam əleykum. İsmət müəllim. Salam əleykum. Çox gözəl məqalədir. Çox xoşuma gəlir. Mən belə məqalələrin ölüsüyəm də. Mənim çox xoşuma gəlir. Buyurun. Yəni bu da məqalənin haqqıdır. 1, 2, 3, 4. Elə bil qardaşını alırsan. Elə bil qardaşını alırsan. Talih kimdir? Mənəm. Sizin də məqalənizi oxudum. Böyük-kiçik yeri bilənsiz. Alın bu 2 manatı. Mənim üçün gedin siqaret alın. Qəpik quruşuna da şirniyyatdan zaten alarsınız. Hə, məqaləm, bir də yeni bir məqalə yazmaq lazım. Problem yoxdur, həll edərik, nə lazımdır. Hə, yaxşı bir şey olsun. Rəhmətli bacım da yaxşı ki bugünü görmədi. Anam sağda axı. Hoşum itib də, rəhmətli atanı deyirəm. Atam da sağdır. Nəysə, mən yaman deyəsən, çox qaçışdırdım. O vaxtı da yadımdadır, sənin 1 yaşına yaman gecikdim, gələ bilmədim. Bax elə dayı, 25 ildir gecikmisən, gələ bilməmsən. Şeydir dayı, yaxşı yazmış ki, dayı bunları mama göndərib. Demək bax, bu mındırım, qoz turşusu. Sonra bu xiyar qurusu. Belə bütöv-bütövdür, diri-diri. Ondan sonra bunlar da dayı fındıq soku. Qırğızstanda da deyəsən belə şeylər çox olur. Çox sağ olsun, payı artıq olsun. Dəqiqə dayan da, payı artıq olsun deyəndə bunları satıb pulunu anama göndərməliyəm. Tanış olduq, bildiyin dayın kimdir? Mən bildiyim mənim bacım oğlu kimdir? Deyə Allah, mən ofistəyim, sən də dur get işinin gücünü dalayacaq. Ay dayı, mən hara gedim? Səni deyib gəlmişəm, mən. Nə pulum var, nə qalmağa yerim var. Üstündə də ki, buraları tanımıram axı mən. Bir dəqiqə deyən görüm, de görüm sən kimin oğlusan? Simuzəri. Simuzər atdı, mənim bacım yoxdur. Bağışlayın, siz niyə xələtdəsiz? Mən? Bəli. Bilirsiniz, mən yalnız firma paltarları giyinirəm. İndi İtaliyadan sifariş vermişəm, bir həftəyə gələcək. Oo, İtaliya firmalarını mən yaxşı tanıyıram. Hansı firmalardan paltar giyinirsiniz? Vızdırın. Başa düşmədim. Rosso. Necə? Del Piero. Qanmadım, başa düşmədim. Normal ad deyəcəksiniz siz? Roberto Baggio. Mən başa düşmədim. Hədə 94'də penal vuranmadı ya Braziliya. Baggio. Sən nə danışırsan? Hə, yoxdur, da yoxdur. Davam olub paltarımı əlimə alıblar. Zaten 2 dənə saatim var. Hər şeyə qarışır. Başa düşmədim. Sən mənə deyirdin ki, Qırğızstanda belə imkanım, şəraitim, 4 firmam, 2 şirkətim. Nə oldu? Bax da, var idi, demək o şirkətləri satdım. Biraz da indi dost tanışdan borc xərc elədim. Yol pulunu düzdüm, qoşdum, bilet aldım, gəldim də. Başa düşmədim. Sən tarelka ilə gəlmisən Bakıya, ya dünyanı tərsinə fırlanıb gəlmisən? Ay dayı, Qırğızstanda firma nədir ki? Bir dəqiqə deyən görməyim. Sən kimin olursan dediyin? Simuzəri. Şəxsiyyət fərəqəni görüm. Şındırmığa dülüşkündıra nədir? Buyur baxın. Şeydayev Həsrət Simuzəroğlu. Başa düşmədim. Şəxsiyyət vərəqəsinə niyə ananın adını yazıblar ki? Anamla atam adaşdılar da, ikisi də Simuzərdir. Mən deyən kimi siz düzəldirsiniz və verirsiniz qəzetə. Oldu, mən sizə inanıram və güvənirəm. Arxena sizə uğurlar. Çox şad edirəm. Çox şad oldum. Sizə də uğurlar.
Canında ayıb olsun. Hərdən bir normal corab geyinin. Gətirmir də mənim ki, bu gün mənim ki, gətirmir. Kişinin gərək öz paltarı olsun ki, gətirsin də onun ki. Ay! Ev yıkılısı değil, dostum ben ki bu gün gətirmir. Ay oğlum, sənin telefonun varmı heç olmasa? Hə dayı. Var, korpusu qırıqdı, zalenlə skoşlamışam. Qırğızstandan bura neçə günə gəlib çıxdı? Bir həftəyə. Oy, bir həftə yolda olmuşsan. Hə dayı. Dayan görüm, dayan. Bax, 100, 150, bu da 200, alın bunu. Bu bir həftə ərzində anan da sənin üçün darıxıb yəni. Dur abala, dur, yol pulu. Nə dur, dayı bir dəqiqə dayan. Nə Qırğızstana? Ne Kırgızistan, ne de yok. Evde orada samat ağacından kırılır. Ümit benedir. Evin telefonunu ver hele bir anamla danışım. Evimiz var ki telefonumuzda olsun. Pulu qaytar. Nasıl pulu? Bir dəqiqə yol pulu vermədim mi sana? Vəfa səhər tezdəndən qonşu ilə dalaşıb. Necə dalaşıbsa baş ağrısından yerindən qalxa bilmir, bayaqdan yat. Aman Allah'ım ağrıyor. Boğuluram. Elə bil öləcəm bu dəqiqə. Az biriniz məndən məşğulun, canım çıxır, ölürəm mən. Ay mama, neynəmsən? Boğuluram, bilmirəm, ölürəm. Buna bax, necə sıxıb özün? Oh. Neynirsən sən? Sağ ol, valla elə bildim öləcəm. Ölərsən də. Arkadaş, bir dəqiqə dayanmayın. Mən boyaqdan baxıram, başa düşmürəm. Sən kimin oğlusan axı? Simuzərin. Bax, böyük qardaşım Şahsu var. Ondan sonra Bəysu var. Kiçik Su var. Eləcə Su var. Su var. Ən kiçikləri də mən. Xan Su var. Ay oğlum, bu Simuzər bu qafiyəyə oturmur axı. Simuzər arvad adıdır da. Elə? Bu boyda qardaş bacımın ən varlısı mənəm, mənim də 40 min manat borcum var. Dur gedək səni tanış edeyim inşallah. Bu Əsrətdir, tanış olun. Demirdim mi Qırğızstandan gələcəyi bacıoğlu? Xoş gəlmişsən bacıoğlu. Yatır aşağı kişi. Şeir deyəcək. Xoş gəlmişsən. Bu qismətdir. Ailəlidir, uşağı var, kişi adamdır. Dayı, bəs o qız kimdir? Bu qız Maysadır. Tam adı Məsmə. İstədiyi oğlan var, idmançıdır. Başa düşdündə yəqin məni. Bəs bu xələtli kimdir dayı? Bu da kişidir. Baxma ki xələt giyinib. Evlidir, uşağı var. Bu da ki bacıoğludur. Qırğızstana sizin hamınızı susuz aparar, susuz gətirər. Belə qabiliyyətli uşaqdır. Əşi yox. Acından köpük qısır. Nə ilə alacaq? Bugünkü günümü Qırğız aliminin sözləri ilə yekunlaşdırmaq istəyirəm. Qondur da, kindir hay. Tərcümə elə. Ayıbdır axı. En vakastıra mide. Sen de ki eyni ve kişi paltarı giyin. Bu gün mənim ki gətirmir da.
düşüyor hara biz hara. Roberta Simeone. Yaxşı sonra danışaq. Simeoni yox, Simeoni. Sən niyəndəndir? Məndən də ki, mən firma paltar giyinirəm, inanmır. Talih elə bil bir balaca və böyüdür. Böyük deyil, təzə stil budur. Belə giyinirlər. Qəribə stil. Talih müəllim. Bəli. Talih müəllim olmadı. Olmadı Talih müəllim. Mən paltarlarımı qaytar. Mən nə vaxtdan xalatda fırlanacam. Qala vermirəm, get şəhət elə, problem yoxdur, çıx hələ. Qaytar mən paltarlarımı. Hə, vermirəm, çıx hələ. Ay Talih. Senden bir söz soruşum ama əsəbləşmə də. Qoyur. Qalat necədir? Ona sualda versən, ağzını danışığına fikir verir. Mən sən fikirləşdiyin kişilərdən... Elə kişi deyilsən, mən əgə yenibsən, hə? Dememe. İşte böyle oturun bu. Allah yamam sen. Yamam satıldı ha. Fışkan zaten silmiş, başımı da silmiş. Atma, atma, atma. Bığım kaptı. Bığım kaptı, ayağla bığım kaptı, ayağla bığım kaptı. Bığım kaptı. Aman götürən kurkudan. Buradan götürəm məni. Davay, kurpu götür verin. Oy, sağ olun, başlarım. Kim işe geciksən? Onun maaşını 140 manat tutar. Verdim bileti, bilet aldım, gəldim də. Mən başa düşmədim, bu milçək mənim başıma niyə fırlar? Armada dönüm ama. Məsmə, sən hazırsan? Sen hardan xəbəri olmuyor. Bəli, yenə başla. Diplomatını da davay, götür, davay. Tıktın, hop, hop. Ama heç bir yana təklif edirəm. Dün Elməttin şillə vurdu ki, Elməttin dörsən, ha mənə təklif vurursun. Məşhur, dünya şöhrətli klon, çox gözəl. Sizə səviyyəli klon lazımdır. Səviyyəli klon. Nə? Səviyyəli klon. Elə də. Hə? Ben sıkıştım, ben özüme sıkıştım. Ha, Yok, ben... Hey, shit. Çəkindən tənə ayıb olsun, hə, sağ, əxlaqsız. Şillə sana baxma. Hə, zarafat edirəm. Yox, bilirəm zarafatı. Gəl, sizə... Yox, mənim sənə zarafatım var, nə ciddi vurdum. Ha, sizə. Öpürük alındı. Nə alındı? Bir şafağa görürəm. Gəl. Ağla qaç. Nətər? Konkret fikir gidiyor, sən belə gizlətmə. Ağla qaç, mən deyəndə. Ağla qaç, elə qaç, elə qaç. Elə qaç, bir dənə elə, hələ qaçma. Yox, əlini boş tut. Ağla get. Gəl ol, sən də öyle baxsız get. Tamam, ağla get. Bu hələ... Nədir ay mama? Talih? Bir tane de gelelim. Getməyin gördün. Elə getmə. Sağ ol, valla. Elə bildim öləcəm. Qardın özünü öldürür. Niyə? Mənim paltarlarımı qaytar. Evet. Mənim paltar, axşam tədbirim var, mən nə vaxtınca xalatda fırlanacam. Ala çıxsana, ver bir dənə, problem yox, get şikayət elə. Ala lan! Ay Allah.
Əsəb vaxtı. Mən də kim olacağam? Bu həyatda qohum olduq biz bir zaman. Bizi qohum eyləyənə canımızda qurban. Yaşayırıq ömrümüzü şən firavan. Biz mehriban bacanaqlarıq. Yeri gəlsə dostuq həm də yoldaşıq biz. Dar məqamda etibarlı sirdaşıq biz sanki. Hamı sana doğma əziz qardaşıq biz. Biz mehriban bacanaqlarıq. Var ol ay bacanaq. Nə yaxşı ki belə bacanağım oldu mənim. Hər bir işimizdə bir-birinə dayağıq. Bir yerdə olanda unudulur həyatın acıları, dərdi qəmi. Birdir gördüyümüz hər işimiz, söhbətimiz, hər sözümüz. Mehriban bacanaqlarıq.